Sənlər, həftəmiz xeyirli olsun. Bugün ayın 5-i, təbii ki, 2026-cı il. Bu 2026-cı il Azərbaycan xalqına, dövlətinə düşərli olsun. ARHD Az saytının rəhbəri olaraq biz bugün saat 11:30-da idarə heyətinin iclası keçirildi. Baş ofisimizdə. Biz idarə heyətinin iclasında bu qənaətə gəldik ki və qərar verdik ki, ARHD Az saytının fəxri üzvü seçilsin. O fəxri üzvdə seçilən şəxs də kimdir? Ehram Məcidovdur. Ehram müəllim, sizi salamlayıram. Çox sağ olun, təşəkkür. Ehram Məcidovun haqqında qısa bir məlumat verim ki, Ehram Məcidov Azərbaycan dövlətini, dövlətçiliyini sevən bir şəxsdir. Və cənab prezidentimizin də daxili və xarici siyasətini dəstəkləyəndir. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanımın da daxili və xarici siyasətini dəstəkləyərək hüquq mühafizə orqanlarına böyük sevgisi, məhəbbəti vardır. Ehram Məcidov. Ehram Məcidov hər zaman qalib olanda idman sahəsində fəxrlə söyləyib ki, mən Azərbaycanlıyam və Azərbaycan Respublikamızın bu gözəl müqəddəs bayrağını xarici ölkələrdə, Avropa dövlətlərində qaldıraraq və Azərbaycanımızı təmsil edir. Biz də bu qənaətə gəldik ki, bu qərara gəldik ki, ARHD Az saytı açıqlaması bilirsiniz ki, Azərbaycan Respublikası hüquqi dövlətdir. Saytımızın fəxri üzvü seçilməsi barədə Ehram müəllim, sizi təbrik edirəm. Bu Ehram müəllimin fəxri üzvü seçilməsi barədə onun vəsiqəsidir. Ehram müəllim, sizi təbrik edirəm, icazə verərdiniz. Çox gözəl, sizi təbrik edirəm. Düşərli olsun. Təbii ki, ARHD Az saytı Azərbaycan dövlətindən də əlavə olaraq xarici ölkələrdə də bizim rəsmi nümayəndələrimiz vardır. Rəsmi nümayəndələrimizin də bugün məlumatı oldu ki, Ehram Məcidov ARHD Az saytının fəxri üzvüdür. Eşq olsun Ehram müəllim. Çox sağ olun. Buyur, sən də qısa olaraq ürək sözü edin. Təşəkkür edirəm sizə. Eyni zamanda ARHD Az saytının rəhbərliyinə və idarə heyətinə dərin təşəkkür bildirirəm. Sizlərə uğurlar arzu edirəm və mən də öz növbəmdə söz verirəm ki, ARHD Az saytına və onun rəhbərliyinə və sizin kimi əziz dostuma hər zaman fəxri qonaq kimi sizin qulluğunuzda və xidmətinizdə. Çox sağ olun. Və biz də idmançı olaraq və idman mütəxəssisi olaraq ölkəmizdə ilk növbədə idmanın inkişafı, gənclərimizi idmanla cəlb etmək və sağlam ruhda gənclərimizi yetişdirmək, böyütmək və Azərbaycan bayrağını dünya arenalarında birinciliyə qaldırmaq, Azərbaycan dövlət ilmini səsləndirmək, dövlətimizi dəstəkləmək və dövlətimizin dövlətlər sırasında ən güclü olmağını arzu edirik və cənab prezidentimiz İlham Əliyevlə fəxr edirik və onun həm daxili, həm xarici siyasətini dəstəkləyirik. Bir idmançı olaraq biz Azərbaycan dövləti ilə, onun dövlətçiliyinə fəxr edirik. Bizlər də sizlə fəxr edəcəyik. Ehram Məcidovu mən bir il deyil tanıyıram. Düz 25 ildir Ehram Məcidov tanıyıram. Bir dənə də məlumat verim Ehram Məcidovun haqqındakı, bunu mən fəxrlə söyləyirəm. Bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, bir hüquqşünas olaraq Ehram Məcidov alnının, alnının, əllərinin təri ilə, zəhməti ilə idmanımızda böyük nail işlər görüb və gözəl müqəddəs bu bayraq söyləyirik ya, bu bayrağımızı Avropa ölkələrində dalğalandırıb. Ehram Məcidova dövlətimizin də, dövlətçiliyimizin də daima diqqəti vardır. Dövlət bilir nə edir, nə etməlidir. Zamanı var hər şey. Bir daha da səni təbrik edirəm, uğurlar arzu edirəm, eşq olsun Azərbaycan dövlətimə. Dövlətimizlə də fəxr edir. Sağlıqla qalın. Sağ olun.